Roman müəllim, ofisimizə xoş gəlmisiniz. Salam. Hoş geldin olsun. Ahmet abi, nasılsınız? Keyfiniz, haliniz? Roman müəllim, ofisimizə xoş gəlmisiniz. Hoş gördük. Fürsətdən istifadə edək dedik. Bizə bir şeylər danışın, gəlmişkən. Kısa bir şey paylaşmaq istəyirəm. Bəzən valideynlər əllərində olan dəyərin qiymətini bilmirlər. Ailələrində bir brilyant, almaz yetişir, alim yetişir. Amma onun qədrini, dəyərini bilmirlər. Bunu nəyə görə deyirəm? Yəni Azərbaycanda hardasa bir 5-6 il bundan qabaq bir ana övladını götürüb yanına gətirmişdi, xatırlayıram. Aha. O arada mənə dedin ki, uşaqla söhbət edə bilərsənmi? Mən də ana ilə sən söhbət ofisinə edirəm. gətirmişdi, xatırlayıram. O arada mən uşaqla söhbət edərkən, yəni uşağın elektrik, elektronik sahədən nə qədər bilikli olduğunu, nə qədər araşdırma etdiyini gördüm. Və valideynin problemi nə imiş? Valideyn nə üçün gətirmişdi? Uşağın tarix qiymətləri 3 idi, 5 olmasını istəyirdi. Necə edə bilərik ki, uşaq tarixdən yüksək qiymət alsın deyə. Təbii ki, mən orada biraz valideynə acıqlandım buna görə ki, bu uşağı rahat buraxın. Yəni, bu uşaq olmaq istədiyi şeyə baxır və tarixə baxır, arada bir əlaqə qura bilmir gələcəkdə. Elektrik, elektronik sahə ilə tarix arasında əlaqə qura bilmədiyinə görə uşaq çox narahat olurdu. Daha sonra biraz potensialını kəşf eləməyə çalışdım və valideynə bunu bildirməyə çalışdım və eyni şəkildə burada da elə valideynlərimiz var bizim. Dəyər saxlayırlar evlərində, bir alim kimi uşaq yetişir, amma bunun fərqində olmurlar. Bunun fərqində olarlarsa, o yöndə istiqamətdə qabağını açmış olarlar. Dolayısıyla uşaq da, necə deyim, yəni öz potensialını tam olaraq göstərmiş olur. Yəni, evdə balıq varsa, onun ağaca çıxmaq istəyirlər. Yəni, bir mənada bəli, balıqdan ağaca çıxmaq istəyirlər, quşdan üzmək istəyirlər və s. Hər kəsi potensialına görə dəyərləndirmək lazımdır. Hər kəs potensiallıdır. Amma bu tipli uşaqlar, bunlar biraz daha fərqli olurlar. Bu uşaqlara çox diqqət eləmək lazımdır. Bu uşaqlar laboratoriya uşaqlarıdır. Covid-ə çarə tapacaq, vaksina tapacaq uşaqlardır. Ona görə bu sahədə, bu istiqamətdə yönləndirilə bilərsə, çox böyük uğurlar əldə edəcəklər. Sadəcə bunun qədrini bilmək lazımdır. O uşaqlara dərs oxu deməyə ehtiyac yoxdur. Təşəkkürlər.